Salam əziz tarix sevərlər. Bugün mən sizə OTK-nın 7 dekabr tarixində keçirilmiş ikinci sınaq imtahanının suallarının izahını paylaşmaq istəyirəm. Hal-hazırda əlimdəki 11-ci sinif üçün 3-cü blok B variantının sual kitabçasıdır. Və birinci suala baxırıq. 31-ci sualda biz Hülakilər dövlətinin 13-cü, 14-cü əsr tarixlərini müqayisə eləməliyik. Burada gəlin baxaq. Birinci, Teymuri dövlətinin hücumuna məruz qalması. Ümumiyyətlə, Hülakilər dövləti heç vaxt Teymuri hücumuna məruz qalmayıb. Yəni, Teymurilər dövləti mövcud olanda artıq Hülakilər dövləti mövcud deyildi. Ona görə biz A variantını buradan silirik. Çobani əmirləri tərəfindən idarə olunması. Çobani əmirləri tərəfindən idarə olunması bu daha çox deməli, Əbu Səidin dövründən başlamışdı. Yəni, 14-cü əsrdən. Ona görə deməli, B variantını biz 2-yə götürürük. Kəndlərin öz yaşayış yerlərinə təhkim olunması, bu bilirik ki, Qazan xanın 1303-cü il deməli, fərmanına əsasən olmuşdu. Təbii ki, bu da 14-cü əsr tarixinə aid ediləcək. Şirvanşah 2-ci Axsitanın asılı hala salınması. Şirvanşah 2-ci Axsitan Hülaki dövləti Azərbaycanda qurulan zaman elə öz itayətini bəlli etmişdi. Yəni, bu bizim 13-cü əsr tariximizə aid olacaq. Qızıl Ordu ilə mübarizə aparılması isə Hülaki dövləti yaranandan demək olar 13-cü, 14-cü əsrlər tarixində də davam etmişdir. Ona görə də bu bizim oxşar variantımız olacaq. Beləliklə 1D, 2BC, 3Y variantı bu bizim A variantımızdır. Keçirik 32-ci suala. Burada Şirvanşah 1-ci Fəribüzdən fərqli olaraq 3-cü Məlikçöhür və 1-ci Axsitan. Baxaq. Deməli, 3-cü Məlikçöhür Böyük Səlcuq dövlətinin asıllığında olmuşdur. 1-ci Fəribüz də Böyük Səlcuq dövlətinin asıllığında olmuşdur. Bilirik ki, 1066-cı ildən etibarən Gürcü Çarı 4-cü Davidi ilə ittifaq qurmuşdu. Bəli, 1-ci Fəribüzdən fərqli olaraq biz bunu götürə bilərik. 3-cü Məlikçöhür 4-cü Davidi ilə ittifaq qurmuşdu. Hətta onun qızı ilə evlənmişdi. Şirvanşah titulundan məhrum edilmişdi. Bu hər ikisi üçün oxşar cəhət sayılmalıdır. Çünki hər ikisi Səlcuq asıllığında olublar. Deməli, baxırıq 1-ci Axsitana. Slavyanların yürüşünü dəf etmişdi. Bəli, 1-ci Axsitan 1175-ci ildə Slavyan yürüşlərini dəf etmişdi. Paytaxtı Yeni şəhərə köçürmüşdü. Bəli, 1192-ci ildə paytaxtı Şamaxıdan Bakıya köçürüb. Monqollara qarşı mübarizə bunların heç birinə aid olmur. Ona görə cavabımız 1B, 2AB. Burada da A variantını götürürük. Növbəti suala baxırıq. Ərəb xilafətinin Azərbaycandakı vergi siyasətinə aid cədvəli tamamlayın. Xəlifə Əlinin dövründə əkilməyən torpaqlarda xərac alınması dayandırıldı. Bəli, Əməvi dövründə əhali və əmlakı siyahıya alındı. İndi Abbasi dövründə olanı tapmalıyıq. Biz bilirik ki, Abbasilər dövründə vergi siyasəti daha da ağırlaşdırılmışdı. Hətta vergi torpağın sahəsindən yəni sahəsinə görə alınmağa başladı. Əkilib əkilməməsindən asılı olmayaraq. Ona görə də cavabımız burada A variantı oldu. Növbəti sual. Qaliblər Roma dövlətinin idarə işlərini öz aralarında bölüşdürdülər. Antoni ölkənin şərq əyalətlərini, Oktavian isə qərb əyalətlərini idarə edirdi. Onlar arasında rəqabət sonda müharibə ilə nəticələndi. Həll edici döyüşdə Antoni məğlubiyyətə uğradı. Bəhs edilən prosesdən daha əvvəl Roma tarixində baş vermiş hadisələri müəyyən edin. Deməli, bilirik ki, burada söhbət Antoni ilə Oktavianın əvvəlcə respublikaçılara qarşı mübarizəsindən gedir. Onlar hər ikisi burada qalib gələrək imperiyanı öz aralarında bölüşdürmüşdülər. Lakin sonra Oktavian Antoni də məğlub eləyərək bütövlükdə Romanın sahibi oldu və sonra da özünü imperator elan elədi. Ancaq bizə lazımdır ki, bu hadisədən öncəki olan tarixləri, yəni hadisələri tapaq. Baxaq. Qulların öldürülməsinin qadağan edilməsi, deməli, eranın 2-ci əsrinə aid bir haldır. Yəni, bundan öncə yox, sonra baş verib. Plebeylərin müdafiəçilərini seçmə hüququ alması bilirik ki, bu eradan əvvəl 5-ci əsrə aiddir. Bunu götürürük. Deməli, cavabımızdan 1-2. İlk yazılı qanunlar toplusunun qəbul edilməsi bu lövhə qanunlarıdır. 12 lövhə qanunları eramızdan əvvəl 5-ci əsr. Deməli, bunu da götürürük. Paytaxtın Vizantiya köçürülməsi isə eramızın 330-cu ilində baş verib. Bu, həmin bəhs edilən hadisədən sonraki dövrə düşdüyü üçün götürməyik. Deməli, cavabımız oldu 2 və 3. Cavab D. Növbəti suala baxırıq. Osmanlı Sultanı 2-ci Mehmetə aid olanı seçirik. Paytaxtı Bursadan köçürən, Bursadan Ədirnəyə köçürən, deməli, bu Muraddır. 1-ci Murad. Ona görə A variantı getdi. Dövləti ilk dəfə paşalıqlara və sancaqlıqlara variantımız da səhvdir. Balkan yarımadasının fəthinə başladı. Bu Orxan Qazi.
Qanunnamə qəbul etdi. Bəli, cavabımız budur. 1476-cı ildə bilirik ki, 2-ci Mehmet qanunnamə qəbul etdi. Bizanslı Anadolu torpaqlarından qovdu. Bu da deməli Orxan Qazinin dövrünə təsadüf eləyir. Yəni cavabımız bu da deyil. Deməli, növbəti suala baxırıq. Birinci Xaçlı yürüşünün nəticəsində yaranmış dövlətlərin sırasını tamamlayın. Birinci Xaçlı yürüşü nəticəsində bilirik ki, Şərqi Aralıq dənizi hövzəsində Antioxiya, Edessa, deməli Qüds və Tripoli krallıqları yarandı. Bunların da başçısı Qüds idi. Cavabımız D oldu. Növbəti sual. Eradan əvvəl 2-ci yüzilliyin əvvəlində Hindistan və eradan əvvəl 3-cü yüzilliyin və eramızın 3-cü yüzilliyinin əvvəlində Çin tarixi üçün xarakterik olan cəhətləri tapmalıyıq. İlk şəhərlərin meydana gəlməsi bu Hindistanda eradan əvvəl 3-cü, 2-ci minilliklər, Çində isə ümumiyyətlə sivilizasiyanın yaranması eradan əvvəl 2-ci minilliyə düşür. Bu yanlış cavabdır. Ərazinin ayrı dövlətlərə parçalanması baxaq. Eradan əvvəl 2-ci əsrin əvvəli, yəni burada Hindistanda eradan əvvəl 180-ci il, yəni Maurya sülaləsinin süquta uğraması nəzərdə tutulur. Bəli, bundan sonra Hindistan xırda dövlətlərə parçalandı. Çində isə eradan əvvəl 3-cü əsrin əvvəlləri məhz Xan sülaləsinin süquta uğramasını nəzərdə tutur. Bundan sonra Çin xırda dövlətlərə parçalandı və eyni zamanda Çində quldarlıq quruluşu başa çatdı. Bizim cavabımız olacaq B variantı. Digər variantlara baxaq. Əhəməni dövlətinin hücumuna məruz qalması bu Hindistanda olub, Çində olmayıb. Eradan əvvəl 5-ci əsrdir. Deməli, erkən sivilizasiyanın meydana gəlməsi bu barədə məlumat verdim. Yəni, eradan əvvəl 3-cü, 2-ci minilliklər Hindistana, eradan əvvəl 2-ci minillik Çinə aid olduğu üçün, deməli, bu variant da səhvdir. Hun ordusunun məğlub edilməsi isə bu Çinə, yəni Çin tarixi ilə bağlıdır. Amma Çinlilər Hun ordusunu məğlub etməsi ilə bağlı, deməli, bu olubdur eradan əvvəl. Bunu götürək, lap 36-cı il Qərb Hunlarının ordusunu məğlub etməsini. Təbii ki, bu da uyğun gəlmir. 15-ci əsrdə Azərbaycanda dövlət idarəçiliyinə aid doğru fikir müəyyən edin. Hökmdar yanında vəzifə tutan əyanlardan təşkil olunan məşvərətçi orqan Ali Divan edib. Bəli, bu doğru cavabdır. Digər variantlara baxırıq. Xərac toplamaq üçün ayrı nüfuzlu şəxslərə verilən icazə şahsı qəbali adlanırdı. Bu 15-ci əsrə yox, 9-cu, 11-ci əsrlərə aiddir. Ona görə bu variantımız getdi. Vergi yığılmasına Baskaklar rəhbərlik edirdi. Bu Qızıl Ordu dövlətinə aiddir. Bu variantımızın da üstündən xətt çəkirik. Dövlətin maliyyə sistemi Əmir əl-Ümara. Əmir əl-Ümara maliyyə sisteminə yox, hərbi, yəni ali baş komandan idi. Yəni daha doğrusu orduya rəhbərlik edən şəxs idi. Ona görə bu da yanlışdır. Xidmət müqabilində sərhədləri qoruyan sərkərdələrə Us torpaqlarının verilməsi isə Səlcuq dövlətinə aiddir. Bu da 11-ci əsrə aiddir. Bu variantımız da doğru deyil. Düzgün cavabımız A variantı. Növbəti suala baxırıq. Eradan əvvəl 7-ci əsrdə Assuriya ilə müharibə aparmış dövlətlər hansılardır? Eradan əvvəl 7-ci əsrdə Assuriya ilə müharibə aparmış dövlətlərdən biri Midiya, Manna İskitlərin köməyi ilə Ahşerinin dövründə deməli Aşura qarşı mübarizə aparıb və Babil Midiya ilə birləşərək. Deməli bizim cavabımız olacaq D variantı. 1, 2 və 3-cü olan dövlətlər. Azərbaycanda intibah mədəniyyəti dövrünün astronomlarıdır. Bəhmənyar filosof idi. Məkki Əlbərdəyi görkəmli alim idi. Xətib Təbrizi deməli şair idi. Fazil Fəridin Şirvani. Bizim cavabımız olacaq D variantı. 2 və 4. Ərəb xilafətinin tarixində 8-ci əsrə aid olan hadisələri müəyyən edin. Sasani qoşunları üzərində qələbələr qazanılması, deməli bu bizim 7-ci əsrimizə aid hadisələrdir. Ona görə birinci cavabı seçmirik. Xəzər xaqanlığının qoşunları ilə müharibələr aparılması. Bəli, Xəzər xaqanlığı ilə müharibələr aparılması həm 7-ci, həm 8-ci əsrdə var. Ona görə cavablarımızın biri budur. Bədir döyüşünün baş verməsi 624-cü ildə baş verib. Bu da 7-ci əsrə təsadüf edir deyə onu götürə bilmərik. Həştadsər döyüşlərində xürrəmlərlə mübarizə aparılması Həştadsər döyüşünün biri olub 829-cu ildə, digəri olub 836-cı ildə. Bu isə 9-cu əsr idi. Ona görə bunu da götürmürük. Veskotların məğlub edilməsi bəli. Elə 711-ci ildə Tariq ibn Ziyadın deməli Pirneə yarımadasına daxil olmasına götürsək bəs eləyir. Deməli cavabımız oldu 2 və 5 D variantı. Atropatena və Albaniya dövlətlərinin oxşar cəhəti deyil. Makedoniya imperiyasının dağılması nəticəsində meydana gəlməkləri bu onların oxşar cəhətləridir. Eradan əvvəl 1-ci minillikdə meydana gəlməkləri bəli. Hər ikisi eradan əvvəl
deməli 4-cü əsrdə meydana gəlib. Atropatena eradan əvvəl 321, yəni 4-cü əsrin ikinci yarısı, Albaniya eradan əvvəl 4-cü əsrin deməli sonu, 3-cü əsrin əvvəllərində meydana gəlib. Ona görə bu doğru cavabdır. Deməli bizə lazımdır oxşar olmayan cəhət. Bu da oxşar cəhəti götürmürük. Roma Respublikasına qarşı mübarizə aparılması. Bu da onlar üçün oxşar cəhətdir. Eradan əvvəl 1-ci əsrdə Romaya qarşı mübarizə aparıblar. Yəni Roma Respublikasına qarşı mübarizə aparıblar. Yunan mədəniyyətinin təsirinə məruz qalmaqları. Bu da doğru cavabdır. Selevki dövlətindən asılı vəziyyətə düşən isə yalnız Atropatena idi. Ona görə cavabımız Y variantı. Növbəti sualımıza baxırıq. Xəritədə rəqəmlə verilmiş şəhərlərin erkən orta əsrlər tarixi üçün səciyyəvidir. Burada 1 rəqəmində olan şəhərimiz Dəbildir. 2 rəqəmində olan şəhərimiz isə Beyləqandır. Və ona uyğun, deməli, biz variantlarımızı uyğunlaşdıraq. Baxaq. Deyir ki, Aranın baş şəhəridir. Bu Bərdəyə aiddir, amma bizdə belə bir şəhərin yəni yeri qoyulmadığı üçün bu variant heç birinə götürmürük. Qafqazda Ərəb xilafətinin iqamətgahlarından biri bu Dəbildir. Yəni 1-ə B variantımız oldu. Xürrəmilər hərəkatı dövründə ərəb işğalından azad edilmişdir. Bəli, bu deməli aiddir də Beyləqana. Çünki deyirik ki, 9-cu əsrin 20-ci illərində deməli azad olunan ərazilərimizin içərisində Beyləqan da var idi. Yəni C-ni götürürük 2-yə. Məhəmməd ibn Şəddadın yaratdığı əmirliyin mərkəzi idi. Bu Dəbildir. Ona görə də 1-in yanına bir dənə də D-ni qoyuruq. Haşimilər sülaləsi tərəfindən idarə olunan Dərbənd idi. Bunların heç birinə aid deyil. Bunu da götürmürük. Deməli cavabımız oldu 1B-dir. 2C variantı olan cavabımız. Yəni D variantı. Növbəti sual Türk xalqlarının mədəniyyətinə aid uyğunluğu müəyyən edin. Burada bizə Osmanlı və Teymuri dövlətlərini veriblər. Nizamiye mədrəsəsi Səlcuq dövlətinə aiddir. Bunların heç birinə aid olmadı. Şah İzində məqbərəsi Teymuri dövlətinə aiddir. Qütb-Minar deməli Dehli Sultanlığına aiddir. Burada heç birinə aid olmadı. Topqapı Sarayı da Osmanlı dövlətinə aiddir. Cavabımız 1D, 2B və D variantı. Növbəti sual Böyük Səlcuq dövlətinin hökmdarı 1-ci Toğruldan fərqli olaraq Alparslanın hakimiyyət dövründə Bizans qoşunları məğlub edildi. Bu deməli hər ikisində var. Bunu götürmürük. Paytaxtın yeni şəhərə köçürülməsi burada 1-ci Toğrulda var, amma Alparslanda belə bir şey yoxdur. Konya və Ankara şəhərlərinin tutulması deməli bu Məlikşaha aiddir. Yəni nə Toğrula, nə də Alparslana aiddir. Rəvvadi dövlətinin varlığına son qoyulması. Cavabımız budur. 4, yalnız 4 A variantı. Atabəylər və Aksunqurilər dövlətinin süqutuna səbəb olan hadisəni işləyir. Bilirik ki, bu Xarəzmşah Cəlaləddinin hücumu nəticəsində olmuşdur. Cavabımız D. Uyğunluğu müəyyən edin. İbtidai icma quruluşu Paleolit, Eneolit və Tunc dövrlərinə aid olanları seçməliyik. Paleolit dövrünə baxırıq. Tayfa ittifaqlarının yaranması Tunc dövründədir. Yeni insan tipinin meydana gəlməsi bəli. Orta Paleolit dövründə Neandertal insan meydana gəlib. Üst Paleolitdə də Homo sapiens, yəni bunu götürə bilərik. İbadət evləri Tunc dövründədir, götürə bilmərik. Eneolit dövrünə baxırıq. Torpağın topa ilə yumşaldılması bəli, bunu götürə bilirik. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi Tunc dövründədir. İstehsal təsərrüfatının formalaşmağa başlaması Mezolit dövründədir, götürə bilmərik. Tunc dövrünə baxırıq. İlkin şəhər mərkəzlərinin yaranması, yeni təsərrüfat sahələri, bəli, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq bunu götürə bilərik. Metaldan istifadə edilməyə başlaması Eneolit dövrü olduğu üçün bunu götürə bilmərik. Deməli 1B, 2A, 3A, B olan cavabımız cavab A. Xəritədə ulduzla işarələnmiş krallıqların tarixinə aid oxşar cəhətləri müəyyən edin. Burada deməli 1-ci krallığımız İngiltərə, 2-ci krallığımız isə Fransadır. Baxaq indi. 3-cü Xaslı yürüşünün iştirakçısı olmaları bu oxşar cəhətdir. Yəni bizə oxşar cəhəti istəyir. Deməli 1-ci cavabımız budur. Rekonkist hərəkatı nəticəsində yaranmaqları bu İspaniyaya aiddir. 100 illik müharibə, yəni bu ümumiyyətlə Pireneya yarımadasına aiddir. 100 illik müharibədə iştirak etmələri, bəli, bunu götürürük. Ərazisində vəba epidemiyasının yaranması, bəli, hər ikisinin arasında yaranır. Verdə müqaviləsi nəticəsində meydana gələn yalnız Fransaya aiddir. Ona görə cavabımız 1, 3, 4. Xəritədə paytaxtlar rəqəmlərlə göstərilmiş 11-ci əsrlərə aid dövlətlərə aid uyğunluğu müəyyən edin. Burada 1-ci paytaxtımız Gəncədir, 2-ci paytaxtımız isə Təbrizdir. Və baxaq, Azərbaycan torpaqlarını vahid halda birləşdirən bunların heç biri deyil. Bu Sacil və Salavi dövlətlərinə aiddir. Gürcü və Xəzərlərə qarşı mübarizə aparan deməli bu Şəddadilər dövləti, çünki Gəncə paytaxtı olduğuna görə, yəni 2-yə götürürük B-ni və Sudanın hakimiyyəti dövründə Oğuzları ölkə ərazisində yerləşməsinə icazə veribdir. Ona görə 1-i də götürürük, çünki Ravadi dövlətinə aiddir.
yəni paytaxt rəvayətləri aiddir deyə götürürük. C variantını 1-ə. İlk dövrlərdə Bərdə əmirliyi kimi bu Şirvanşahlar dövlətinə aid, ona görə götürə bilmərik. Səlcuq Sultanı 1-ci Məlikşahın dövründə müstəqilliyinə son qoyulan isə Şəddadilərdir. Yəni paytaxtı Gəncə olan dövlət, ona görə də 2-yə həm də götürürük. Yəni 1C, 2B, Y olan cavabımız B. 50-ci sual. 6-cı əsrdə hazırlatdığı məcəllə əsrlərlə Avropada Roma hüququnun əsas mənbəyi olaraq qaldı. Qanuna görə sosial və etnik mənşəyindən asılı olmayaraq bütün xristian təbəələr bərabər hüquqlu idi. Roma papası minnətdarlığını bildirmək üçün 800-cü ildə onu Romaya dəvət etdi. Deməli artıq ikinci mətnə baxırıq. Roma papası minnətdarlığını bildirmək üçün 800-cü ildə onu Romaya dəvət etdi. Təntənəli mərasimdə papa onun başına qızıl tac qoyaraq imperator elan. Deməli, birinci mətnimizdəki bəhs olunan hökmdar Justiniandır, Bizans imperatoru. İkinci mətnimizdə bəhs olunan imperator Böyük Karldır, Frank imperatoru. Baxaq, ərəblərlə münasibətlər Karla aiddir, bu oxşar cəhət deyil. Sasanilərlə münasibət Justinianə aiddir, bu da oxşar cəhət deyil. Pireneya yarımadasında ərazilərin ələ keçirilməsi və İtaliyanın bir hissəsinin dövlətinə birləşdirilməsi isə oxşar cəhətdir. Düzgün cavabımız C variantı. Növbəti suala baxırıq. Osmanlı hökmdarları 1-ci Səlim və Süleymanın ortaq cəhətlərini tapmalıyıq. Misir Məmlük sultanlığı üzərinə yürüş edilməsi bu yalnız Səlimə aiddir. Deməli A variantında. Çünki elə o özü də bu dövlətə son qoyur. Fransız tacirlərinə imtiyazlar verilməsi deməli bu Süleymana aiddir. Səfəvilərlə mübarizə bu oxşar cəhətimizdir. Səlim də, Süleyman da Səfəvi dövləti ilə mübarizə aparıb. Ona görə cavabımız C-dir. Ağqoyunlularla sülh müqaviləsi bunların heç birinə aid deyil. Dövlətin paytaxtının yeni şəhərə köçürülməsi də bunların heç birinə aid deyil. Cavab C. Deməli, uyğunluğu müəyyən edin. Teymuri dövlətindən fərqli olaraq Böyük Monqol imperiyası Çin ərazisini işğal etmişdir. Bəli, çünki Teymurilər bunu etməmişdi. Mərkəzi Asiyanı özünə birləşdirmişdi. Bu oxşar cəhətdə qanunlar toplusu da hər ikisində olub. Dehli sultanlığı Abbasi xilafəti ilə dostluq əlaqələri qurmuşdu. Bəli. Klassik feodalizm dövründə bu hər ikisi klassik feodalizm dövrü. Şeybani xana qarşı mübarizədə heç birində yoxdur. Yəni daha doğrusu Dehliliyə aid deyil. Ona görə cavabımız olacaq 1A, 2A. Cavabımız A variantı. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi bəndə seçirik. Hadisə Teymurun qonşuluğunda yeni dövlətin yaranması, Əbu Səidin Ağqoyunlular üzərinə yürüş etməsi. Bəli, bu doğrudur. Əlpər sazişinin imzalanması Qaraqoyunlu dövlətinin yox, Ağqoyunlu olmalıdır. 1405-ci Kürsani yox, 1405 deyil, 1412 olmalıdır. Bu da səhv cavabımızdır. Sultan Əhmədin Həmədan yaylaqlarını tələb etməsi nəticəsində Əsəd döyüşü, bəli, doğru cavabımızdır. Teymuri Şahrığın ölümü nəticəsində Cahan Şaha müstəqil siyasət yürütməyə başladı. Bu da doğru cavabımızdır. Düzgün cavab 1, 4 və 5 oldu. Qədim Yunanistan və qədim Roma tarixlərinin oxşar cəhətlərinə baxırıq. Vətəndaşların vəzifə tutma hüququnun olması, bəli. Senat yalnız Romaya aiddir. Makedoniya ilə mübarizə yalnız Yunanistana yox, bəli. Makedoniya ilə mübarizə hər ikisinə aiddir, götürürük. Dori tayfalarının yürüşü Yunanistana aiddir. Ərazinin Əhəmənilər tərəfindən işğal edilməsi də Yunanistana aiddir. Cavabımız 1 və 3 oldu. Şirvanşahlar və Atabəylər dövlətlərinin 13-cü əsrin birinci yarısına aid xüsusiyyətlərini müəyyən edirik. Yəni 1250-yə qədər ki hadisələr. Ali Monqol xaqanlığının tərkibinə daxil edilməsi, deməli, ümumiyyətlə Eldənizlərə bu aiddir. Çünki Cəlairlər buna son qoymuşdu. Monqolların birinci yürüşünə məruz qalmaqlarını götürürük. Qızıl Ordu dövləti ilə mübarizə aparılması, bu yalnız Şirvanşahlara aiddir. Azərbaycan torpaqlarını vahid halda birləşdirməkdə, deməli, Eldənizlərdə təxminən götürmək olar, amma Şirvanşahlarda bu 15-ci əsrdə baş verib. Deməli, Xarəzmşah Cəlaləddinin dövlətə yürüş etməsini oxşar cəhət kimi götürürük. Bəli, hər ikisinə yürüş edib. Deməli, düzgün cavabımız 2 və 5. Sülh müqavilələrinə aid uyğun variantları müəyyənləşdiririk. Augsburg və Vestfaliya sülhlərinə baxırıq. Deməli, vahid İspaniya dövləti yarandı. Bu heç birinə aid deyil. Bu 1479-cu ilə aiddir. Almaniya katolik kilsəsinin bölünməsi rəsmi olaraq qəbul edildi. Bu Vestfaliyaya, daha doğrusu Augsburg sülhünə aiddir. Yəni 1-ə götürürük B-ni. Kalvinizm Fransada dini etiqad olaraq rəsmiləşdirildi. Deməli, bu heç birinə aid deyil. Avropada dünyəviliyin güclənməsinə təkan verdi. Bu Vestfaliya sülhünə aid. Dənizlərdə siyasi üstünlük İspaniyadan İngiltərəyə keçməsi isə bu müqəddəs, daha doğrusu məğlub edilməz armadanın məğlub edilməsinə aid olduğu üçün bunu da götürmürük. Deməli, düzgün cavabımız 1B, 2D olacaq. Və mətn suallarına keçirik. Burada bəhs olunur, deməli, Xəzərlərin Albaniya yürüşündən, Cavanşirin onlarla sülh bağlamasından, deməli, burada Xəzərlərin 662-ci il yürüşündən də bəhs olunur və sonra 3 ildən sonra gəlməklərindən də bəhs olunur. Birinci sualımızda deyil ki, bəhs olunan dövrdəki Alban hökmdarı, yəni Cavanşir,
Frank hökmdarı Böyük Karlın xarici siyasətinə aid oxşar cəhətlərdən ikisini yazın. Bu mətndən artıq əlaqəsi yoxdur. Sadəcə biz burada mətndə bizə işarə Cavanşiri verir. Biz burada müəyyənləşdirməliyik Böyük Karl onun arasında oxşar cəhət. Bunların arasında oxşar cəhət. Deməli bu iki hökmdar arasında Böyük Karl və Cavanşir arasında oxşar cəhət. Birisi ərəb xilafəti ilə diplomatik münasibətlər yaratmaqları, digəri isə Bizansla diplomatik münasibətlər yaratmaları olmalıdır. Deməli, sonuncu abzasda bəhs edilən sülhün Albaniya üçün mənbədə verilməyən nəticələrinə baxırıq. Burada deyir ki, deməli, Hunların çarı sonuncu abzasda bəhs edilən sülhün Albaniya üçün mənbədə verilməyən nəticəsini istəyir. Burada mənbədə verilib ki, Alban hökmdarı vassallığı qəbul edərək sülh imzaladı. Mənbədə verilməyən nəticəsi olaraq nəyi yaza bilərik uşaqlar? Deməli, yaza bilərik ki, əsirlər və qənimətlər geri qaytarıldı. Əsirlər və qənimətlər geri qaytarıldı. Bunu yaza bilərik. Bu elə bəs eləyir sualımızın cavabına. Əlavə olaraq deyir ki, Albaniya üçün nəticələri Albaniya Xəzər hücumlarından deməli xilas oldu da yaza bilərik. Xəzər hücumlarından xilas oldu. İki nəticəmiz istəyir. Mənbədə bəhs olunan və Albaniya hücum edən dövlətin adını yazın. Bu da çox sadə bir sualdır. Söhbət Xəzər xaqanlığından gedir.